Bugün günorta saatlarında Şirvan şəhərinin Köhnə şəhər yaşayış massivində yanğın hadisəsi baş verib. Hadisə şəhərin Əli Bayramov küçəsi ev 14 ünvanında qeydə alınıb. Hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər yanğın söndürmə briqadası dərhal əraziyə cəlb olunub və yanğın qısa müddət ərzində söndürülüb. Ümumi sahəsi 2 otaq və 1 balkondan ibarət olan evin bir otağı qismən yanıb. Evin digər hissələri isə yanğından mühafizə olunub. İlkin ehtimallara görə yanğının elektrik cərəyanında baş verdiyi bildirilir. Yanğın zamanı evdə olan 9 yaşlı uşaq özü çölə çıxaraq yaxındakı sakinlərdən kömək istəyib. Həmçinin evdə bəslənən cücələrin bir qismi də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas olunub. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb, lakin evə maddi ziyan dəyib. Sakinlərin sözlərinə görə isə ailənin maddi vəziyyəti olduqca ağırdır.